Herkese salam, kanalıma hoş gelmişsiniz. Sevilen müğənni Aysun İsmailova sosyal medya hesabında yepyeni foto ve videolar paylaşıp Aysun İsmailova kızı Sevgi ile paylaştığı trend videonu bu sözlerle paylaşıp hayat mənə çox şey vermedi ama mənə səni verdi. Bəzən hayat mənə çox çətin gəlir ama sonra kızım gülür ve bir ana deyici ile bütün hayatımın yorgunluğu keçir. Gün gələcək, böyüyəcək. Belki de bu günləri hatırlamayacaq. Amma mən də balaca Sevgi üçün çox darxacam. Çünki uşaqlar böyüyəndə indi gözlədiyi kimi səni gözləmir. İndi öpdüyü kimi öpmür. İndi qucaqladığı kimi qucaqlamır. Hər dəfə yeni nəsə öyrənəndə həyəcanla səni qucaq etmir. Yıxılanda öp keçsin demir. Yatanda səni istəmir. Mənim tək sevdim, sən mənə hər şeydə yalnız belə sevginə, mən səni çox sevirəm deyə o paylaşımda qeyd etdi. Ay benimdeki Ay benimdeki saçındaki Ay benimdeki gül olayım. Oradan gel. Küskünüzləri hazırlanır, hal-hazırda divara vurulacaq. Kızlar, bu da güzgümüzün son halı. Çox bəyəndim, əllərinizə sağlıq. Bu arada onu qeyd edeyim ki, bu güzgünün formasını mən özüm seçmişdim. Mən onlara təqribi işarə belə etdim ki, belə bir şey istəyirəm. Onlar da eskizini çıxardıb sağ olsunlar, həyata keçirdilər. Yəni sizin də öz istədiyiniz özəl bir güzgülər varsa hazırlada bilərsiniz.